Salam əziz şagirdlər, bugün 5-ci sinif riyaziyyat kitabının ikinci hissəsində səhifə 83 və 84-də olan tapşırıqlara baxırıq. Ümumiləşdirici tapşırıqlardır. Dərsə keçməmişdən əvvəl kanalımıza abunə olun, videolarımızı bəyənin və şərhlər bölməsində göstərilən WhatsApp qrupumuza daxil olun. Onlayn dərslərimizi oradan izləyə bilərsiniz. Suallarınızı oradan bizə göndərə bilərsiniz. Birinci tapşırıqda bizə verilənlərə hansı vahidlə ölçmək daha əlverişlidir? Millimetr, metr, kvadrat santimetr, kvadrat metr, ar, hektar və s. Binanın hündürlüyünü ölçmək istəyiriksə, əlbəttə ki, kvadrat metrdən istifadə edərik. Buğda dənəsinin uzunluğu kiçik olduğuna görə, əlbəttə ki, millimetrdən istifadə etmək olar. Millimetrdən istifadə etmək. Bir çay qaşığındakı suyun həcmin əlbəttə ki, balaca olduğuna görə, həcm vahidi olduğuna görə santimetr kubdan istifadə etmək olar. Otağın sahəsi kvadrat metrlə, güldanın həcmi güldan da kiçik olduğuna görə kub santimetrlə ölçmək olar. Hovuzun həcmi kub metrlə ölçmək olar. Həyətin sahəsini kvadrat metrlə ölçmək olar və yaxud həyətin ölçüsünə kvadrat metrlə, şəhərin sahəsini əlbəttə ki, hektarla ölçmək olar. Futbol meydançasının sahəsini arla ölçmək olar. İkinci tapşırıqda bizə deyir ki, müqayisə edin. A variantında kvadrat santimetr, kvadrat millimetr. Gəlin kvadrat millimetri kvadrat santimetrə çevirək birinci. 100 kvadrat millimetrimizi, deməli 1 kvadrat santimetrimiz bizim 10/10, yəni 100 kvadrat millimetrdir. Ona görə də 100 kvadrat millimetrimiz bizim 1 kvadrat santimetrdir. Yəni 2,4-dən 1-i çıxanda bizə verəcək 1,4. Bura olacaq 1,4, burada 0,4-dür. Əlbəttə ki, 1,4 daha böyük olacaq. B variantında kvadrat millimetrlə verilib, gəlin biz də bunu kvadrat millimetrə çevirək. 2,4 kvadrat santimetr, bunu çevirək, 4-də olsun 9 kvadrat santimetr, bunu da millimetr kvadrat çevirmək istəyirsə 100-ə vurmalıyıq. 4-ü 9-a vuranda edəcək 900. 900-ü də bölərəm 4-ə, alaram 225 kvadrat millimetr. Bura olar 225, burada 625-də, əlbəttə ki, 625 daha böyükdür. C variantına baxaq. Hektarla arla verilib. Bu tərəfdə də kvadrat metr arla verilib. Gəlin biz bunun hamısını kvadrat metrə çevirək. 1 hektarımız 10.000 kvadrat metrdir. Bir arımız 100 kvadrat metrdir. Deyir ki, 1 kvadrat metrdən, yəni 10.000-dən çıxaq 10 hektar, 10 arı. 10 arımız da 1000 kvadrat metr olacaq. 10.000-dən 1000 çıxanda bizə verəcək 9.000. Bu hissə olacaq 9.000. 9.000. Bu hissəni hesablayaq. 1000 kvadrat metr. 1000 kvadrat metr çıxılsın 0,5 ar. Bir arımız 100 olduğuna görə 0,5-i vuracağıq 100-ə. Bu da eləyəcək bizdə 50. 1000-dən də 50 çıxanda eləyəcək 950.
Bu tərəfdə oldu 950. Əlbəttə ki 9000 950-dən böyükdür. Keçək D variantına. Litrlə verilib, kub santimetrlə, millilitrlə, desimetr kubla. Gəlin hamısını millilitrə çevirək. 1 litrimiz 1000 millilitrdir. 1 kub santimetrimiz 1 millilitrdir. Deməli, bizdə deyir ki, 1 litrdən 120 1 litr çıxılsın 120 kub santimetr. 1 litrimiz 1000 millilitr çıxılsın 120 millilitr. 1000-dən də 120-ni çıxsaq əgər 880 millilitr alaram. Deməli, bu oldu 880 millilitr. Gəlin bu hissəni hesablayaq. 200 millilitr üstə gəlsin 0,8 desimetr kubu çevirək birinci kub santimetrə. 0,8 kub desimetr bərabərdir 0,8-i vurmalıyıq 1000-ə. Bu da bizə verəcək 800 kub santimetr. 800 kub santimetrimiz elə 800 millilitrdir. Deməli 200 millinin üstünə 800 milli gəlsək bizə verəcək 1000 millilitr. Bu hissədə oldu 1000 millilitr. Əlbəttə ki 1000 millilitr 880 millilitrdən daha böyükdür. Keçək Y variantına. Kub metrin üstünə kub santimetr gəlib. Bu tərəfdə də kub santimetrdir. Gəlin bu 0,27 kub metri çevirək santimetrə. 0,27 vurulsun. 1 metrimiz 100 olduğuna görə 100 vur 100 vur 100. 0,27-ni 100-ə vuranda 27. Yanına da 4 dənə 0 atıram. Üstünə də gəlirəm 12.000-i. Üstünə də gəlirəm 12.000-i. $282.000 bu edir. 282.000. Bu tərəfdə də 240.000-dir. Əlbəttə ki 282.000 daha böyükdür. Keçək F variantına. Kub santimetrlə verilir. Burada kub millimetrlə verilir. Birinci gəlin bu hissəni hesablayaq. Sonra kub millimetrə çevirərik. 200-dən çıxaq 1,5-də 4-ü. Bunun üçün nə edək? 200-dən 1-in alaq. Olsun 199,5-də 5. Çıxılsın 1,5-də 4. Bu da bizə verir 198,5-də 1. Kub santimetr. Gəlin bunu çevirək düzgün olmayan kəsirə. 198-i vuraq 5-ə. 990 üstünə də 1 gəlsək 991. 991 kub santimetr. İndi bunu da kub millimetrə çevirmək üçün vurmalıyıq 1000-ə. Bununla bu gedəcək 200. 991-i də vuranda 200-ə alınacaq 198.200 kub millimetr. Bura oldu 198.200. Əlbəttə ki 198.200 daha böyükdür. Keçək G variantına. Kub santimetr, kub metr, millimetr, metr kubla verilib. Hamısını santimetrə çevirsək daha yaxşı olar. 8100 kub santimetrin üstünə 0,1 kub metri gələndə bunun 0,1-i vurmalıyıq
100 vurulsun 100 vurulsun 100. Bunu 100'e vurursak 10 edəcək. Yanına da 4 tane 0. 100.000. 100.000'in üstüne gələndə 8100'ü alınacaq 108.100 kub santimetr. Bu tərəf elədi 108.100 kub santimetr. Bu tərəfi hesablayaq. Buranı tapdıq. 0,1 kub metr 100.000 elədi. Buranı tapaq. 800.000'i də millimetr kubu santimetrə çevirəndə nəyə bölməliyik? 1000'ə. 3 tane 0'dan 3 tane 0 gələcək. 800 kub santimetr. 1 kub metrimiz də 100.000 idi. Üstünə də 100.000 gələcək. Bu da bizə verəcək 100.800. 100.800 kub santimetr. 108.000 əlbəttə ki 100.800'dən daha böyükdür. Və keçək H variantına. Kub santimetrlə verilib, litrlə verilib. 1 litr üstəgəl 80 kub santimetr. Bunların hamısını gəlin elə kub santimetrə çevirək. 1 litrimiz 1 kub desimetrdir. 1 desimetr kubumuz da 1000 kub santimetrdir. 1000 üstə gəlsin 80. Verəcək bizə 1080. Bura oldu 1080 kub santimetr. Şimdi bu hissəni çevirək. 0,2 litr bərabərdir 0,2 vurulsun 1000. Bu da bizə verəcək 200 kub santimetr. 0,8 desimetr kub da elə 0,8 vurulsun 1000'dir. Bu da bizə verəcək 800. 200 ilə də 800'ü toplasaq verəcək 1000. Bu tərəfdə bizə verdi 1000 kub santimetr. Əlbəttə ki 1080 1000 kub santimetrdən daha böyükdür. Üçüncü tapşırıqda bizdən istəyir ki düz prizmaların səthinin sahəsini və həcmini tapın. A variantında görürük ki biz burada kubdur. Kubun səthinin sahəsini tapmaq üçün S bərabərdir 6A kvadratından istifadə edəcəyik. Tərəfimiz A-ya bərabər olduğuna görə, tilimiz A-ya bərabər olduğuna görə 6 vurulsun 6'nın kvadratı, yəni 6 vurulsun 36. 36'nı da 6'ya vuranda biz alacağıq 216. Deməli səthinin sahəsi oldu 216. Həcminin sahəsi isə kubun A kubdur. Yəni 6'nın kubu edəcək. 6'nı da 3 dəfə öz-özünə vuranda 216 edəcək. Deməli bunun səthinin sahəsi də 216'dır. Həcmi də 216'ya bərabərdir. B variantına baxaq. S-i tapmaq üçün 2 vurulsun AB üstə gəlsin düz prizmanın, yəni paralelipedin səthinin sahəsi 2 vurulsun AB AC üstə gəlsin BC-dir, bərabərdir 2 vurulsun 8 vur 2,5 üstə gəl 8 vurulsun 4 üstə gəl 4 vurulsun 2,5 bərabərdir 2 vurulsun 2,5'i 8'e vursam 20 alaram. Üstə gəlsin 32
4'ü də 2,5'ə vuranda 10 edəcək. Bu edir 30 üstəgəl 32, 62. Bunu da vuranda 2'yə alacağıq 124. Deməli, bunun səthinin sahəsi 124'dür. Həcmini tapaq. Həcmi də ki, A vurulsun, B vurulsun, C düsturu ilə hesablanır. Bu da bərabərdir. 8 vurulsun 2,5 vurulsun 4. O da bərabərdir. 8'i 2,5'ə vuranda 20 alırıq. 20'ni də 4'ə vuranda cavab 80 edəcək. Keçək C variantına. Burada nə edəcək? Burada fərqli üçbucaqlar var və oturacağı düzbucaqlı üçbucaqlardır. Yan tərəfində isə 3 dənə fərqli düzbucaqlı var. Onların sahəsini tapıb toplayacağıq. Birinci bu gördüyümüz düzbucaqlı üçbucağın sahəsini tapaq. Bu üçbucağın sahəsini tapmaq üçün 1,2'ni 1,6'ya vurub 2'yə bölməliyik. 1,2'ni 1,6'ya vursam 1,92 alaram. Bunu da 2'yə böləndə 0,96 edəcək. Bu üzü 0,96 olanda bu üzü də 0,96 edir. Yəni bundan 2 dənədir. Yəni 0,96, bir dənə də 0,96. Bu iki üzü. Keçək indi bu sarı üzün sahəsini tapmağa. Eni 2, uzunluğu 5'dir. S bərabərdir 2 vurulsun 5, 10. Yandakı bu düzbucağın sahəsini tapmaq üçün 5'i vurmalıyıq 1,2'yə. 5'i də 1,2'yə vuranda edəcək 6 və oturacaqdakını 1,6'nı vurmalıyıq 5'ə. 5 vurulsun 1,6. Bu da verəcək 8. Və biz bu sahələri toplamalıyıq. S bərabərdir 0,96 üstəgəlsin 0,96 üstəgəl 10 üstəgəl 6 üstəgəl 8 bərabərdir. Bu hissəni toplasaq 16 üstəgəlsin 8 24. 24'ün üstünə 0,96 bir dəfə də 0,96 gəlsək 25,92 edər. Bunun səthinin sahəsi elədir 25,92. S bərabərdir 25,92. İndi bunun həcmini tapmaq istəyiriksə əgər, həcmini tapmaq üçün V bərabərdir S oturacaq vurulsun H. S oturacağını tapmışıq 0,96'dır. Hündürlüyü də görürsünüz ki 5'ə bərabərdir. 0,96'nı biz 5'ə vursaq alarıq 4,8. Deməli həcmi də 4,8'ə bərabərdir. Keçək D variantına. D variantında S bərabərdir. Oturacağını sahəsini tapmaq üçün bu katetləri vurub 2'yə bölməliyik. 5 vurulsun 12 bölünsün 2. 2 ilə 12 6 ixtisar gedər. 6'ını da 5'ə vursaq 30 edər. Bu üzü 30 olanda bu üzü də 30 olar. 30-30. Keçək bu yandakı düzbucağın sahəsini tapmaq üçün S bərabərdir 12'ni vurarıq 20'yə. Cavab edər 240. Aşağıdakı düzbucağını tapmaq üçün eni 13, uzunluğu 20'dir. S bərabərdir 13 vurulsun 20. Bu da bizə verər 260. Bu sol tərəfdəki üçbucağın sahəsini tapmaq üçün n 5'dir, uzunluq 20'dir. S bərabərdir 5 vurulsun 20. Bu da bizə 100 verər. S tapmaq üçün, ümumi sahəni tapmaq üçün 30 üstəgəl 30, üstəgəl 240, üstəgəl 260, üstəgəlsin 100. Bu edər 60, üstünə 240 gələndə 300.
300'ün üstünə 260 gələndə 560, üstünə də 100 gəlsək, bizə verər 660. İndi bunun sahəsini tapaq. Daha doğrusu həcmini tapaq indi bunun. V bərabərdir. S oturacaq, vurulsun H. S oturacağımız 30'dur. Hündürlüyümüz də 20'dir. 30'u da 20'yə vuranda edəcək 600. Deməli bunun səthinin sahəsi oldu 660, həcmi də oldu 600. Keçək 4-cü tapşırığa. Verilən fiqurların həcmləri bərabərdir. Hər fiqurun tam səthinin sahəsini tapın. Çox qəşəng misaldır. Bunun həcmini tapaq. Görək neçədir? Bunun həcmini tapmaq üçün V bərabərdir. S oturacaq, vurulsun H-dan istifadə etmək lazımdır. S oturacağı tapmaq 4 vurulsun 3 bölünsün 2. 6 edər. 6'nı da vuracağıq hündürlüyü 6'ya. Bu oldu 36. Bunun həcmi 36'dırsa, bunun da həcmi 36 olmalıdır. Qaydaya əsasən yazıb ki, həcmlər bərabərdir. İndi bu həcmi tapmaq üçün 6 vurulsun 3 vurulsun bu hissə yoxdur. X bərabərdir 36'dan istifadə edirik. 6 vurulsun 3 18. 18 vur x bərabərdir 36. X bərabərdir 2 alırıq. Görürsünüz burada sual olan hissə deməli 2 imiş. İndi bunun səthinin sahəsini tapmaq istəyiriksə birinci bu səthinin sahəsini tapaq. V bərabərdir bunu tapdıq 2'dir bu heç. Birinci bunun sahəsini tapmaq üçün S bərabərdir 4 vurulsun 3 bölünsün 2. Elədi 6. Bir dənə də bu tərəfdə var 6. Sonra bu sarı olan üzün sahəsini tapmaq üçün S bərabərdir 6 vurulsun 5 30. Sonra bu üzün sahəsini tapmaq üçün S bərabərdir 6 vurulsun 4 24. Bir dənə də aşağının sahəsini tapmaq istəyirsə S bərabərdir 6 vurulsun 3. Bu da bizə verəcək neçə? On 8. Tam səthinin sahəsi bizə alınacaq burada 6, üstə gəl 6, üstə gəl 30, üstə gəl 24, üstə gəlsin 18. Deməli 12, 30, 60, 84 eləyir də. Bəli, bu səthinin sahəsi bizə verəcək 84. İndi bu fiqurun sahəsini tapaq. Deməli, bunun sahəsi oldu 84. Bura oldu 2. İndi bunun səthinin sahəsini tapaq. Səthinin sahəsini tapmaq üçün S bərabərdir 2 vurulsun AB üstə gəl AC üstə gəl BC düsturundan istifadə etməliyik. 2 vurulsun 6 vur 3 üstə gəl 6 vur 2 üstə gəl 3 vur 2
bərabərdir 2 vurulsun 18 üstəgəl 12 üstəgəl 6. Bu edəcək 36-nı da 2-yə vuranda 72. Deməli bunun da sahəsi oldu 72. Keçək B variantına. Bunun həcmini tapaq. Həcm bərabərdir 16 vur 6 vur 5. 16-nı 6-ya vuranda 96. 96-nı da 5-ə vuranda edəcək 480. Deməli bunun da həcmi 480 olmalıdır. Bu düz prizmanın səthini tapmaq üçün S oturacağı vurmalıyıq H-a. S oturacağı birinci tapaq. S oturacaq bərabərdir 1/5 vurulsun 2 bölünsün 2. Böyləcə 1/5. Bura yoxdur. Deməli bu olmalıdır 480. 1/5 vurulsun hündürlüyü yoxdur. X bərabərdir 480-ə. X də bərabərdir 480-i böləndə 1/5-ə alarıq 320. Deməli bunun hündürlüyü 320-dir. Olsun. İndi bunun səthinin sahəsinin, birincinin səthinin sahəsi S bərabərdir 2 vurulsun 16 vur 6 üstəgəl 16 vur 5 üstəgəl 6 vur 5 bərabərdir 2 vur 96 üstəgəl 80 üstəgəl 30. 96-nın üstünə 80 gəlsəm 176, üstünə də 30 gəlsəm 206 edər. Bunu da 2-yə vursam 412 edər. Deməli bunun səthinin sahəsi oldu 412. İndi bunun səthinin sahəsini tapaq. S bərabərdir 1/5 vurulsun 2 bölünsün 2. 1/5. Bura 1/5 olanda burada 1/5 edir. Bu sağ tapaq. 2 vurulsun 320. 640. S bərabərdir soldakını tapaq. 1/5 vurulsun 320. 1/5'i 320'ye vursam 480 eder. Buranı tapdıq, buranı tapdıq, buranı tapaq. S bərabərdir 2/5 vurulsun 320. 2/5'i də 320'ye vursaq 800 eder. İndi bunun ümumi sahəsini tapmaq üçün bunları toplamalıyıq. S bərabərdir 1/5 üstəgəl 1/5 üstəgəl 640 üstəgəl 480 üstəgəl 800. 1/5 ilə 1/5 toplayanda 3 verəcək. 643 üstəgəl 480 üstəgəlsin 800 bizə verəcək 1923. Deməli buranın da tam səthinin sahəsi olacaq 1923. Keçək 5-ci tapşırığa. Şəkildə kuboid formasında olan bir sabun ölçüləri verilmişdir. Satış üçün sabunların hər birində 4 ədəd olmaqla paketlərə yığdılar. Hər paketin həcmi nə qədər olar? Hər paketi bükmək üçün ən azı neçə kvadrat santimetr kağız istifadə olunar? Deməli, bunun ən asan yolu birinin həcmini tapıb 4-ə vurmaq olar. Birinin həcmini tapmaq 3 vurulsun 5 vurulsun 10 edər. 150. Burada da ümumi birininki 150 olsa, burada da neçə dənədir? 4 dənədir.
4 vurulsun 150, bu bizə verər 600 santimetr kub. Ümumi həcm oldu 600. Sonra bizə deyir ki, hər paketi bükmək üçün ən azı neçə kvadrat santimetr kağız istifadə olunar. Burada nə edək? Deməli, biz bunun səthinin sahəsini tapmalıyıq. Səthinin sahəsini tapanda da bura 10'dur. Bura 5'dir. 5. Burada da 3, 3, 3, 3. Deməli, bizim tərəflərimiz oldu. Səthinin sahəsini tapmaq üçün 2 vurulsun. Belə deyək. A'yımız oldu 10. B'yimiz oldu 5. C'yimiz də oldu 4 vur 3. Gözünüz hündürlüyümüz olub 12. İndi səthin sahəsini tapmaq üçün 2 vurulsun 10 vur 5. Üstə gəl 10 vur 12. Üstə gəl 5 vurulsun 12. Bu da bərabərdir. 2 vurulsun. Onu 5'ə vuranda 50. Üstə gəlsin 120. Üstə gəlsin 60. 110 üstə gəlsin 120. 230. 2'ni də 230'a vuranda bizə verəcək 460 santimetr kvadrat. Deməli, bunun cavabı oldu 600. Bunun da cavabı oldu 460 kvadrat santimetr. Keçək 6-cı tapşırığa. New York şəhərində yerləşən Flatiron adlı bina oturacağı düzbucaqlı üçbucaq olan düz prizma formasındadır. Binanın yan üzərində qoyulan pəncərələrin ümumi sahəsi 3000 kvadrat metrə bərabərdir. Yan üzlərin qalan hissəsi isə çöl boyası ilə rənglənmişdir. Rənglənən sahə nə qədərdir? Biz bunun yan səthinin sahəsini tapaq da. Bunun yan səthini tapmaq üçün burada 3 dənə düzbucaqlı var ki, onların sahəsini tapmaq lazımdır, sonra toplamaq lazımdır. 86'nı vuracaq 26'ya edəcək 2236. Sonra 24'ü vuracaq 86'ya. Bu edəcək 2064 və bir də onu vuracaq 86'ya. Bu da edəcək 860. Esyan bərabərdir 2236 üstə gəlsin 2064 üstə gəlsin 860. 2236'nın üstünə 2064 gəlsək 4300 üstünə də 860 gəlsək 5160 edəcək. Deməli, bunun yan səthinin sahəsi 5160'dır. Bizə də deyir ki, 3000 kvadrat metrə pəncərələrdir də. Pəncərələr olan hissəyə rənglənmir axı. Deməli, 5160'dan da çıxmalıyıq 3000'i ki, rənglənmiş hissəni tapaq. Bu da bizə verəcək 2160 kvadrat metr. Keçək səhifə 84'ə. Alüminiumdan düzəldilmiş detal kub və kuboiddən təşkil olunmuş fiqur formasındadır. Onun ölçüləri şəkildəki kimi və alüminium 1 kub santimetrin kütləsi 2,7 qram olarsa, detalın kütləsi neçə qram olar? Biz bunun həcmini tapmalıyıq. Biz bunun həcmini tapmalıyıq. Həcmini necə tapaq? Birinci bu balacanın həcmini tapaq. Bura 7'dir, bura 3'dür. Bu kub. İkisi də kubdur. Biri kubdur, biri kuboiddir. Bu kubdursa, deməli bura 3'dürsə, burada 3'dür, burada 3'dür. Bunun həcmini, bu balacanın həcmini, kubun həcmini tapmaq istəyirsə, 3'ün kubu bizə verəcək 27. Kuboidin həcmini tapmaq istəyiriksə, 7 vurulsun 8 vurulsun. Bu hissəsi, bu tiri də bizə 3 verəcək. Çünki bura 3 olarsa, burada 3 olar, burada 3 olar.
7 vur 8 56. Bunu da 3'ə vursaq 168 alarıq. Ümumi bizim həcmimiz olar 27 üstə gəlsin 168. Bu da bizə verər 195 kub santimetr. 1 kub santimetrin kütləsi 2,7 qram olduğuna görə 195-i də 2,7-yə vuracağıq. Bu da bizdə olar 526,5 qram. qram. Keçək 8-ə. Ölçüləri şəkildəki kimi olan kuboid formalı qapalı qabda 1,2 litr su var. Deməli, burada 1,2 litr su var. Qabdakı suyun səviyyəsi hansı hündürlükdədir? Qabı şəkildəki kimi kiçik yan üzü üstə qoyduqda su hansı hündürlükdə olar? Burada birinci nə edək? Burada birinci 1,2 litri 1,2 litrimiz 1,2 detsimetr kubdur. Bunu santimetrlə verildiyinə görə gəlin santimetrə çevirək. 1 kub detsimetrimiz 1000 kub santimetrdir. 1,2-ni də vurarıq 1000-ə, cavab edər 1200 kub santimetr. Bunu çevirdik. İndi bu suyun hündürlüyünü bilmirəm deyə buna x qoyaq və həcmi tapaq. V bərabərdir 12 vurulsun 5 vurulsun x bərabərdir 1200-ə. 12-ni 5-ə vursam edər 60. 60 x bərabərdir 1200-ə. X də bərabərdir 1200-ü böləndə 60-a cavab alaram 20. Deməli, bunun hündürlüyü 20 santimetr imiş. A variantının cavabı oldu 20 santimetr. Yəni, keçək B variantına. Deyir ki, qabı şəkildəki kimi kiçik yan üzü üstə qoyduqda su hansı hündürlükdə olar? Bunun həcmini bilirəm onsuz da 1200-dür. V bərabərdir 1200. Bunu yan üzərində qoyanda bu hissə oldu neçə? 30. N olduğu kimi qaldı 5. İndi bu hündürlüyü tapmaq lazımdır. Tapaq. İndi bu hündürlüyə x qoyaq. 5 vurulsun 30 vurulsun x. Yəni həcmimiz bərabərdir 1200-ə. 5-i 30-a vuranda 150 x bərabərdir 1200-ə. X də bərabərdir 1200-ü bölək 150-yə. Burada da olacaq 8. Deməli, burada da hündürlüyü neçə olacaq? 8 olacaq.